Salam əziz soydaşlar. Allahın köməyi ilə bugün yenə sizin qarşınızda çıxış edirəm və elə başa düşürəm İranın siyasətində aktivliyi və bu aktivliyin dəyişilmə istiqamətində olduğunu hiss edirsiniz. Əsas sual İranın müsbətə tərəf dəyişmək resursu varmı? Bu proses nə qədər davam edəcək? Ən vacibi orasındadır ki, İran bu yolu məcburən gedir. 30-40 il İslam inqilabından sonra 10 il təxminən belə deyək ki, çox gərgin dövrlər olub. Sonraki dövrdə elə İran özü deyək ki, müəyyən qədər gərginlik yaratmaqla, standart yollardan imtina ilə məşğul olub. Amma bu yolu ümumilikdə nəzərdən keçirsək, daha çox ABŞ İranı özünə lazım olan istiqamətə itələyib. Misal üçün, İran uzun müddət ABŞ-ın siyasətinə qarşı mübarizəni müxtəlif terror hadisələrində görüb və bir müddət elə bu yolla gedib. Sonradan indi də daxili iqtisadiyyat, xarici iqtisadiyyat fərqləri də elə ABŞ-ın diktə elədiyi vəziyyətdir. İndinin özündə də İran nəhayət ki, ABŞ-la əməkdaşlıq, ABŞ-la birlikdə olmaq yolunu tutdu, qayıtdı. Amma ABŞ hələ ki bunu qəbul etməyib. Trumpdan əvvəlki prezidentlərin İrana münasibətində bu aydın şəkildə özünü göstərirdi. Əvvəlki ABŞ prezidentlərin fikrincə İran fikrini açıq şəkildə deməlidir. Eləcə də ABŞ-ın əvvəlki prezidentlərinin dövründə dövlətlərarası münasibətdə hiperboliya olsa da, yəni münasibətlər artıb, azalsa, sağa sola hərəkət etsə də, bu ümumilikdə geosiyasətə təsir edə bilmirdi. Geosiyasətdə proseslər çox ətalətlə, yavaş, tənbəlcəsinə gedirdi. Amma bugün yaxın şərq yenidən qurulur, cənub-şərqi Asiyada baş verənləri, yəni Şərqi Çin dənizində baş verənləri, o ərazidə baş verənləri görürsünüz. Avropada Ukrayna münaqişəsi ümumiyyətlə 500-600 ildir demək olar ki, dünyada Avropa aparıcı mövqeyə malikdir. Amma indi biraz belə deyək də ABŞ-la Avropanın arasında intriqa, xüsusən Trump hakimiyyətə gəldikdən sonra aydın şəkildə özünü göstərir. Ona görə İranın baş verən proseslərin hamısını ehtiva etməsi, ABŞ istiqamətində düzgün siyasət qurması alınmadı da. ABŞ, Trump bir neçə dəfə zondaş xarakterli İran istiqamətindən söhbət gedir. İdeyalar ortalığa atsa da, indi İran gözlədi ki, yox, ABŞ elə biraz da dərin müraciət eləyəcək. ABŞ az qala İranın ayağına gələcək. Belə fikirlər oldu. Amma indi mən elə başa düşürəm, artıq o dövrün yeri deyil. İranda da indi başa düşürlər ki, ABŞ-la münasibət qurmağın qatarı gedib. Yəni, ən azı indi İranın Rusiya və Çinlə olan siyasətində o geosiyasi dinamika özünü daha qabarıq göstərir. Nəinki İranın tutaq ki, Avropa və yaxud tutaq ki, ABŞ istiqamətindəki siyasətində. Əraksının Fransaya səfəri bəlkə də Avropa vasitəsilə ABŞ-la münasibətlərə dinamika vermək xarakteri daşıyırdı. Hələ də bu alınmır, çünki hazırda Trump Rusiya ilə çox ciddi münasibətdədir və elə başa düşür ki, Rusiya nə istəyirsə Trump onu verməlidir. Əvəzində Trumpın tutaq ki, Venezuela müharibəsində Rusiya sakit dayanmalıdır. Heç bir hərbi əməliyyata, Venezuela hərbi əməliyyatına qoşulmamalıdır. Belə alınır ki, Trump Avropanı özündən ayırır. Avropa Rusiyanın çox kəskin düşmənidir. Heç cürə barışmaq istəmir. Əvəzində Rusiyada Çindən aralanmalıdır. Siz Amerikanın təzə strategiyasına fikir verdinizmi? Orada tutaq ki, Avropa demək olar ki, heç bir yer yoxdur. Və yaxud Çinin Xariclər Naziri Uyutkov Moskvaya səfərə gəldiyi gündə Çinin Xariclər Naziri də Moskvada idi. Əsasən Şoyqu
onunla görüşdə oldu. Lavrova qədər görüşdə olmadı. Görünür, hansısa səbəbdən Lavrovu Van İ ilə görüşə icazə verdi. Söhbət Putinlə gedir. Amma sonradan Lavrov Amerikadan gələn nümayəndə heyəti ilə görüşərkən artıq Putinin yanında deyildi. Yəni bu Rusiyanın ABŞ-a ciddi mesajıdır ki, Çinlə məsafə saxlayıram. Həm də Van İ-ni Putin özü də qəbul etmədi. Əslində məntiqlə son dövrlərin məntiqinə görə Putin yenə Van İ-ni qəbul etməli idi. Çexerin sədri Si Jinpingin ünvanına bir xeyli differenbalar, təriflər yağdırmalı idi. Bunlar olmadı. Plan alınacaq, alınmayacaq bu ayrı şey. Kuşner Moskvaya gəldi, Putinlə Uyutkovun yanında görüşə gəldi. Müəyyən qrup adam bunu biznes, Uyutkovun da biznes keçmişi, eləcə də Kuşnerin də biznes marağı ilə əlaqələndirənlər var. Bizim onları təkzib eləmək, inkar eləmək imkanımız yoxdur. Elə o boyda məlumata malik deyilik. Yəni ona görə ki, o boyda məlumat yoxdur. Amma Kuşnerin yaxın şərq məsələsində aktiv rolu göz qabağındadır. Və Putin özü, sonra Uyutkov, eləcə də Peskov, Kuşnerin Moskvada olmasını xüsusi qabartdılar. Yəni Yahudi-İsrail mövzusunun tənzimləyicisi Trump administrasiyasında odur. Beləliklə Kuşner Rusiyanın İsrailə dəstəyini dartan mexanizm kimi, aparan mexanizm kimi baxmaq olar. Başqa sözlə, yaxın şərqdə bugün Trump istədiyi təhlükəsizlik arxitekturasını qura bilmir. İsrailə lazım olan qədər, ABŞ-ın özünə lazım olan qədər təhlükəsizliyini təmin edə bilmir. Çünki özünün əvvəlki siyasətində Ərəb dövlətlərinin rolu indi xeyli artıb. İsraildə olan silahlara bənzər silahları ABŞ, Səudi Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, yeri gəlsə Qətərə satıb. Bəlkə də bahasına satıb. Kommersiya marağı var. Amma bu faktdır ki, İsraillə Səudi Ərəbistanı qarşı Ərəb dövlətlərini, yəni nəzərdə tuturam həm Səudi Ərəbistan, həm həm Qətər. İsraillə bu dövlətlərin arasındakı hərbi fərq, hərbi texnika, hərbi güc arasında olan fərq əvvəlki qədər böyük deyil. Elə demək olar ki, Ərəb dövlətlərinin gücü İsrailin hərbi gücünə yaxınlaşıb. Artıq ABŞ mövqeyin dəyişə, ərəbləri zəiflədə bunu bəlkə də bacarmayacaq. Çünki ABŞ-ın özünün daxili borcu, iqtisadiyyatı çox bərbad gündədir. ABŞ-a pul lazım. ABŞ indi milyard, 100 milyardlar qane eləmir. ABŞ-a indi trilyonlar lazımdır. İranın trilyonu varsa, ABŞ İrana tərəf gələcək, yoxdur. Ona görə bunda ancaq Ərəb dövlətləri verə bilir və yaxındır. Ona görə onlara yaxınlaşır. Heç bir hərbidən onları məhrum edə bilməyəcək. Amma eyni zamanda İsrail də qorunmalıdır. ABŞ üçün problem bax bu iki məsələdədir. Ona görə o dəfə mən deyək ki, konsensus diplomatiyasını təqdim eləyəndə Ərəb dövlətləri ABŞ-ın arasında gedən yaranmış dinamika, orada olan ziddiyyətlər, Trump'ın İrana differenbalar, təriflər deməsi və bunları nəzərə alaq mən demişdim. İndi İran da özü bilər. İran özü siyasətinin ən xırda nöqtəsindən tutmuş, iri belə deyək də, iri tomlu, iri cildlərinə qədər özü müəyyənləşdirir. Əlbəttə, sözüm var, indi çalışacağım inşallah elə o sözü də çatdırım sizə. Yəni, belə vəziyyətdə yaxın şərqə hökmən əlavə oyuncu girməlidir. Suriyanı Türkiyə verməklə müəyyən qədər razı saldı və gələcəkdə ABŞ Türkiyədən də yaxın şərq arxitekturasında, təhlükəsizlik kontekstində istifadə edə bilər. Amma hal-hazırda ən vacib məsələ yəni Rusiyanı yaxın şərqdə gedən proseslərə qoşmaqdır. Çünki Rusiya özü ABŞ-sız, hətta ABŞ-ın maneçilik elə dövrdə
ərəb dövlətləri ilə müəyyən baza münasibətlər sistemi yaradı və bu ABŞ-ı qane edən vəziyyətdədir. Rusiya İranla müttəfiq olduğu dövrdə və yaxud İranı özünə müttəfiq hesab etdiyi dövrdə və yaxud İran Rusiyanı müttəfiq hesab etdiyi dövrdə Rusiya birinci dövlət olaraq Bəyənin üç adanı Bəyə məxsus olduğunu elan elədi. İndi Britaniyada qoşulub ora. Yəni bax, Rusiya yaxın şərqdə İrana getməsin, İranın əlinə getməsi oradan göründü. Bu Trump üçün cəlb edicidir. Və ona görə də Ukraynanı Rusiya hədiyyə verir. Bəlkə Rusiya ilə yaxın şərqi də elə Trump'ın Putin'i yaxın şərq proseslərinə qoşmasını da bəlkə ənam kimi, hədiyyə kimi qəbul edəcək. Yəni faktdır ki, Ukrayna və yaxın şərq tənzimləməsi artıq vahid vərəq üzərindədir, vahid stolun üstündədir və hər şeydə Trump'ın əlindədir. Ukrayna ilə bağlı Trump'ın sərt mövqeyini dəyişməməsi, əksinə Ukraynanı cəzalandırmaqdan sonra hətta indi qayıdıb Avropalıları da cəzalandırması, yəni o təhlükəsizlik strategiyasında, yeni strategiyasında Avropa çox aşağı yerdədir. Yəni o deyən şeydir ki, Trump üçün vacib yaxın şərqdir, Trump üçün vacib İsraildir. Orada da Rusiya ilə birlikdə iş görmək istəyir. Bunun hamısının birbaşa İrana dəxli var. Birbaşa İrana dəxli var. Siz fikir vermişsinizsə, son bir həftə, bəlkə lap 2 həftənin ərzində İran raketdən danışmır. Ən az İranın xaricə çıxan sözü raket deyil. Qabaq İran mətbuatını aça bilmirdi. Hər gün raket, yeni raket, hər gün raket. Daha Quran ayəsi, ondan sonra yaxşı əsərlər, Flavian, hər şey yaddan. Axırda siz İran ekspertlərindən biri Flaviandan da misal gətirdi. Yəni, ancaq raket idi, da raketdən danışmır. Çünki indi əgər İran raketdən danışarsa, o deyən şeydir ki, ABŞ-ın, İsrailin raketin özünə tərəf çağırır. Gəl mənim ərazimə. Yəni bu hazırda vəziyyətdədir. Şükür ki, İran buna başa düşür və vəziyyəti dəyişmə istiqamətində əsas addım atır. Bax, bizim bayaqdan danışdığımızın mahiyyəti də məhz bu sözdən ötürü idi ki, İran düz yola tərəf gəlir, düzə tərəf gəlir. Amma əsas sual, İranın bu düz yolda yeriməyə, düz yola çatmağa gücü çatacaqmı? Resursu varmı? Bu lazım olan sürətdə olacaq, ölüm ilgəyidir bu. Oradan da sən siqaret çəkə-çəkə, yeyə-yeyə, içə-içə gəlib çıxasan, yox. Bu mümkün olmayacaq. Sürətlə keçməlisən oranı. İranın belə sürəti olacaqmı? Xariclər Naziri Əraksi Bakıya səfər elədi. Azərbaycanın çox böyük üstünlüyü üzə çıxdı. İran deyə bilmədi ki, Əraksi etiraf elədi ki, İranla Azərbaycan arasında anlaşılmazlıqlar var, fikir ayrılıqları var. Amma bunlar diyaloq yolu ilə əldə olunmalıdır. Əraksi deyə bilmədi ki, Azərbaycan hökuməti, Azərbaycan mətbuatı xaricilərin təsiri altındadır. Ona görə onlar Azərbaycana təlqin edir ki, siz İranla düşmən olun. İran bunu deyə bilmədi bu sözü. Çünki yoxdur. İranın Azərbaycana qarşı şərbötan kampaniyasında apogey, ən maksimuma çatdı. Və eynən Azərbaycan eyniləşib İran üçün. Hər ikisi də düşməndir. Düşmən. İkisinə də eyni vaxtda ateş açmaq istəyir. İran. İkisini də eyni vaxtda parçalamaq istəyir. Möhsün Rızainin dediyi Bakıyı, Ostanı, ondan sonra Birləşmiş Ərəb Əmirliklərinin 3 adasını əlavə də 2 adanı qoşmaq lazım. Bu aşkar ərazi iddiasıdır. Aşkar. İran nəzərə alsın ki, bəyə çox iş görüb. İranın qonşuluğuna çox iş görüb. İran bir dənə Azərbaycanın hərbi paradından qorxdu. Orada İranı qorxudan ən vacib elementlərdən də biri bəyənin Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, müdafiə nazirinin, baş nazirinin müavini, müdafiə nazirinin iştirakı idi. Öyləcə sonra Avropa vaxtilə İranın, ermənilər İran üçün o tərif yazdırdığı Avropa mətbuatda yazdı ki, İran çox geridir bu dövlətlərdən. İrandan raketi var.
Dünya tək raketdən ibarət deyil. Dünya tək puadan ibarət deyil. Raketi tutanlar var, raketi tutma texnologiyası var, özünü qoruma texnologiyan var, qırıcı təyyarələr var, bir 4-5 növ qırıcı təyyarələr var. İran aciz. 50 il bundan qabaq Amerikadan aldığı F-4, F-5 təyyarələrdir. Bundan başqa bir şey yoxdur. Ağzını açır, mən belə qüdrətliyəm, mən bir dənə sərnişin təyyarəsi düzəldə bilmirsən. Hələ qırıcı təyyarə düzəltməyən. Raket və PUA, mən əziz soydaşlar sizə deyirəm, oturun özünüz də fikirləşin üstünə. Raket və PUA müasir dövrdə copy-paste. Yəni bu ən sadə prinsipdir. Xaricdən rızaq ehtiyat hissələri yığır, atır. Sərnişin təyyarəsi düzəltsin. Düzəldə bilirmi? Arada məlumat gedir, xəbərimiz var. Qırıcı təyyarə düzəltsin. Deyərsə, sizlərə deyə bilərik, bəs Azərbaycan özü niyə düzəldə bilmir? Düzəldə bilmir, pulu var, alır. Pakistandan aldı, Türkiyədən aldı, əlavə də lazım olsa. Rusiyanın təyyarələri var. Almışıq. Əlavə də lazım olsa. Yəni, ona görə İran birinci növbədə ağlın kimə icarəyə veribsə, o ağlını qaytarsın. İran birinci növbədə Allaha yönəlsin. İran şahının dövründəki İslam dininə qayıtsın. Son vaxtlar özlərini təbliğ elədiyi yox. Din odur. Ora qayıtsın. Səfəvilərin qoyduğu dinə qayıtsınlar. Yəni, əsl fərqi yoxdur. Allaha qayıtsınlar. Və İranın hərəkətində düz deyəndə nədir? Əli Laricani, ali rəhbəri müşaviridir. Ali Milli Təhlükəsizlik Şurasının katibidir. Pakistana getdi və bir neçə Pakistana getdi. Pezeşkan da Pakistana getdi. Pakistanda indi onun Əli Laricanın Pakistana son səfəri tarixin düz tərəfində idi. Regional təhlükəsizlikdən danışdı. İsrailin yaratdığı problemlərdən danışdı. Pakistan bəli İranla müqavilə imzalayıb İranın İsraildən müdafiəsini təşkil edə bilər. Yox, əgər İran fikirləşirsə ki, Pakistanla müqavilə imzalayıb özünün müdafiəsini təmin edib Azərbaycana, Birləşmiş Ərəb Əmirliklərinə, Səudi Ərəbistanına kiməsə hücum eləyəcək, bu səhvdir. İranın düz yolda olmağı onun Türkiyə ilə siyasətidir. İndi İran özü başladı, 220 kilometrlik dəmir yolu çəkir. Amma qabaq deyir ki, mən Türkiyə, Azərbaycan məni boğurlar, mən öz gələcəyimi Türkiyə və Azərbaycana etibar edə bilmərəm. Yaşasın Ermənistan, İmam Ermənistan, Peyğəmbər Ermənistan, Allah Ermənistan. Bu şartdır. Yaxşı, indi 65 kilometr, İranla Ermənistan arasında 65 kilometr dəmir yoldur. Niyə onu təmir eləmirsən? Gedib 1,6 milyard dollar qoyub, Mərənddən Türkiyə Süreyya yol çəkirsən, dəmir yol çəkirsən. Xeyr ola. Bu düzdür. Türkiyə ilə bir yerdə olmağın düzdür. Amma da demək ki, Hakan Fidan gəlmişdi İrana yalvara ki, gəl gedək Suriyada bir yerdə iş görək. Bəşər Əsədi hakimiyyətdən devirməsi, Əli Laricaninin onun Bəşər Əsədin yanına getməsindən sonra oldu. Bəşər Əsəd bilirdi ki, ali rəhbər Əli Laricanı göndərib ki, müqavilə, ala sən bura qol çək ki, mən İrana filan qədər pul borcluyam. İran mənə filan qədər yardım edib. Bunun ağlını itirdi Bəşər Əsəd. Və elə də çevrişə getdi. İndi deyir, Türkiyə güya Əhməd Əşşəranı dəstəkləyib. Türkiyə gəlir və bilir nə üçün gəlir. Da bunu əyri yerə yozmaq, Pakistanla münasibətlərə əyri şey qatmaq, bu düzgün deyil. Əyri yol budur. Düz yol getməyindir, münasibətləri qurmağındır həm Pakistanla, həm Türkiyənin. Azərbaycana da doğru gəlməyin düzgündür. Amma Azərbaycan düzgün siyasət apardı ki, Azərbaycana tərəf gəlirsən. Əgər Azərbaycan, misal üçün deyirəm də, Ərdəbildə iştirak eləsəydi investisiya konferansında, Azərbaycanın üstünə biraz da hücumu artıracaqdı. Bir tərəfdən Ərdəbildə investisiya qoymağa çağırırsan, bir tərəfdən də Möhsün Rızani açıb buraxmısan, Birləşmiş Ərəb Əmirliklərindən əlavə 2 götürəcəyik, Azərbaycanda da Bakıyosla darı yarada biləcəyik. Ərdəbil Ermənistan İrandan 30-40 dəfə balacadır. Möhsün Rızai da vəzifədə idi.
Bu Azərbaycanın da içindeydi. Qoruyabildi mi Möhsün Rızayı? Möhsün Rızayının adamlarının dövründə Azərbaycan torpaqları işğal olunub. Bəlkə də biz səhv eləmişik. O vaxt İrana arxain olmuşuq. Yəni, Əraksının gəlməsi, belə deyək də, münasibətləri normallaşdırmaqdan ötürüdür. Amma İranın bütün strukturları düzgün işləməlidir. Yaxında Əraksı Rusiyaya və oradan da Belarusiya səfər edəcək. Vallahi düzgün addımdır. Amma bunu axıra çatdırmaq lazımdır. İranın Xariclər Nazirinin səlahiyyəti yerində olmalıdır. İranın daxili və xarici siyasətinin qurulmasında ali rəhbərin ofisinin yanındakı çayxana daha böyük təsirli, daha böyük rol oynayır. Nəinki Əraksı, nəinki Əraksının rəhbərliyi ilə İran Xariclər Naziri. Eləcə də prezidentin administrasiyası. Ali rəhbərin ofisinə də Əli Əkbər vilayətini və yaxud Kəmal Xərrazini nəzərdə tutmuruq. Kimsə oradan sözdür, örgənir, qasır ali rəhbərin qulağına pıçıldayır. Sabah bir də görürsən, Türkiyə haqqında nəsə çıxdı. Birisi gün Azərbaycan haqqında ali rəhbər vilayətiyə tapşırıq verir ki, filan şeydir. Belə siyasət olmayacaq. Belə siyasət olmayacaq. Azərbaycan hər cürsə kömək edə bilər. Bu yeni siyasətinizi dəyişirsiniz. O yeni siyasətinizin dövründə. Əraksını qəbul edilən bir neçə saat sonra İlham Əliyev Slovakiya uçdu. Götürün Slovakiya prezidentinin İlham Əliyevin ünvanına dediklərinə fikir verin. Siz İlham Əliyevlə eyni millət, eyni qan, İlham Əliyev özü belə deyil. Siz İlham Əliyevi qəbulləmirsiniz. Siz İlham Əliyevi dərk eləmirsiniz. Tanımırsınız. Şeyx tanıyır. Savak tanıyır. İndi Dalıcanda Almaniya gedəcək. Orada da görəcəksiniz. Nə? O əlavə dövlətə də gedə bilər. Görəcəksiniz necə. Fico, Slovakiyanın baş nazirinin Bakıda olarkən İlham Əliyevin şəxsən özünün ünvanına, yəni Azərbaycan dövləti böyükdür, millət böyükdür, gözəldir. Yox, bunlar da var. Şəxsən İlham Əliyevin özünün ünvanına dediklərinə baxın. Yadca salın bunlar. Yəni, mən təşviq eləmirəm gəlin Azərbaycanla olun. Əsla, zərrə qədər. Və siz bir dənə şey deyin, Ərdəbil timsalına bir də qaydıram. Bizim İranı parçalamaq niyyətimiz yoxdur. Yoxdur. Bizim İranın parçalanmasından özümüzü qorumaq məqsədimiz var. Bu məqsəd durur. 20 ildir belə məqsəd var. Medvedev prezident olandan Azərbaycanla müzakirə etdiyi məsələlərdən biri bu olur ki, İranı ya Amerika parçalar, ya özü parçalayır, İrandan Azərbaycana baxıb gələcək. Azərbaycan Respublikası MDB-nin üzrən özümüzü qoruyaq. Yəni həm Rusiyanı, həm Azərbaycanı qoruyaq. Yəni bizim üçün söhbət budur. Aldatmır orada ay İran hökuməti, ay ali rəhbərin ofisi. Aldatmır orada milləti. Biz gəlirik parçalamağa, yox. Oradakı millətimiz, oradakı Azərbaycanlarımız özü inkişaf eləməlidir. Özü öz yolun seçməlidir. Biz orada köməkçi olacağıq. Qoy ikidən Azərbaycan dövləti olsun. Biz orada kömək eləyəcəyik. O xatirə ki, yəni İranın dağılmasının, İranın parçalanmasının təhlükəsi azalsın. Aldadır cəmaatı, güya biz İranı bölmək istəyirik. Gedərdik də Ərdəbilə. Müdafiəmizi də təşkil edə bilərdik. Ərdəbilin içində, yəni İranın içində siz İran rəhbəri ilə mübarizə apara bilərdik. Təki bizim investisiyalarımız orada özünə yerləsin, adamlarımız özünə yerləsin. Eləmədik ki, demək ki, parçalamaz fikrimiz yoxdur da. İndi mən sizə yolun deyirəm. Gilanı da Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Urmiya, Həmədan hamısını birləşdirin. Bütün Azərbaycanla sərhəd, yaxın sərhəd, hamısını birləşdirin, bir dənə azad iqtisadi zona yadın. Azərbaycan hər şeyi, hamını yığıb ora tökə biləcək. Orada investisiya mühiti yarada biləcək. O boyda regionu isə parçalamaq ümumiyyətlə qeyri-mümkündür. Əgər o region cəmaatı özü parçalanacaq, bu artıq ayrı məsələ. Minnətdaram, sağ olun, əziz soydaşlar, mən elə başa düşürəm, Allahın köməkliyi ilə, Allahın verdiyi fürsətlə yenə gələn həftədə Allah qoysa sizinlə görüşə biləcəyik, baş verən dəyişiklikləri izah eləyə biləcəyik. Amma Allah İranın bütün qonşularını İranın şərindən xilas eləsin. Amin.